Uşaq bir ananın duasıdır, bir ailənin, bir insanın həyata bağlılığıdır. Şəfəq qəsəbəsindəyik. Burada bir iyun uşaqların beynəlxalq müdafiəsi günü ilə bağlı şəhid və qazi uşaqlarını təbrikə gəlmişik. Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşkilatçılığı ilə Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəfəq qəsəbə tam orta mütəssil məktəbində 1 iyun uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirdə məktəbin pedaqoji kollektivi ilə yanaşı Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənin anası Xatirə İsmailova, İctimai Şuranın üzvü Zülfiyə Nuriyeva, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, eləcə də məktəbdə təhsil alan şəhid və qazi övladları iştirak ediblər. Tədbir çərçivəsində uşaqlar üçün maraqlı və rəngarəng əyləncəli proqram təşkil olunub. Müxtəlif oyunlar, musiqili çıxışlar və interaktiv tədbirlər uşaqlarda böyük sevinç hissi yaşadıb. Bayram ovqatı yaşayan uşaqlar gün ərzində xoş anlar keçirərək əyləniblər. Qeyd edək ki, bir iyun uşaqların beynəlxalq müdafiəsi günü münasibəti ilə keçirilən bu tədbir uşaqlara göstərilən diqqət və qayğının, eləcə də şəhid və qazi ailələrinə verilən dəyərin növbəti təzahürü kimi yadda qalıb. Coming back to me, my heart is hung up on what used to be. Time moves on and then one day ancient history. Give me just a little bit of time back, baby. Can't you see? Tədbirdə çıxış edən məktəbin direktoru Almaz Hüseynova bildirib ki, uşaqların sağlam, savadlı və vətənpərvər ruhda böyüməsi hər bir müəllimin əsas məqsədidir. Bugün burada uşaqlarımızın sevincini görmək bizim üçün ən böyük mükafatdır. Uşaqlar hər bir xalqın gələcəyidir. Onların sağlam, savadlı, vətənpərvər və xoşbəxt böyüməsi hər birimizin ən müqəddəs vəzifəsidir. Bugün biz burada yalnız uşaqların bayramını qeyd etmirik. Eyni zamanda onların hüquqlarının qorunmasını, qayğı və sevgi ilə əhatə olunmasının vacibliyini bir daha vurğulayırıq. Məktəbimizdə şəhid və qazi övladlarının təhsil alması bizim üçün böyük məsuliyyət və qürurdur. Bu uşaqlar qəhrəmanlıq tariximizi yazan və yaşadan ailələrin övladlarıdır. Onların hər birini diqqət və qayğı göstərmək, yaxşı təhsil almaları və sağlam mühitdə böyümələri üçün çalışmaq bizim ən ümidi vəzifəmizdir. Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmailova isə bildirib ki, uşaqlar cəmiyyətin ən qiymətli sərvətidir. O, həmçinin Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin salamlarını da çatdırıb. Qeyd edib ki, şəhidlərimizin və qazilərimizin bizə əmanət qoyduğu övladların üzərində təbəssüm görmək hər birimiz üçün qürur vericidir. Xatirə İsmailova qeyd edib ki, tədbirin keçirilməsi üçün məhz Şəfəq qəsəbə tam orta məktəbin seçilməsi də təsadüfi deyil. Belə ki, bu təhsil ocağında şəhid və qazi ailələrinin övladları çoxluq təşkil edir və onların mənəvi dəstəklənməsi, sevindirilməsi xüsusi əhəmiyyət daşıyır. Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri olaraq, eyni zamanda şəhid Elçin Həsənin anası olaraq, mən də öz adımdan, İctimai Şura adından bütün Abşeronlu uşaqları, eyni zamanda bizim şəhid və qazi övladlarımız başda olmaqla Azərbaycanın bütün övladlarını bugünkü gün münasibəti ilə təbrik edirəm. Uşaq bir ananın duasıdır, bir ailənin, bir insanın həyata bağlılığıdır. Uşaq bir vətənin, bir millətin, bir dövlətin gələcəyidir. Bu uşaqlar millətimizin vicdanına olan bir əmanətdir və onu bildirmək istəyirəm ki, Abşeron rayon İcra Hakimiyyəti bu əmanətə həqiqətən vicdanla yer çıxır və şəhid övladlarına Abşeron rayonunda xüsusi qayğı var. Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev isə uşaqları beynəlxalq müdafiəsi günü münasibəti təbrik edərək onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayıb. Çıxışlarda vurğulanıb ki, uşaqlar cəmiyyətin gələcəyidir və onların hər tərəfli inkişafı dövlətin daim diqqət mərkəzindədir. Xüsusilə şəhid və qazi ailələrinin övladlarına göstərilən diqqət və qayğının dövlət siyasətinin mühüm istiqamətlərinin biri olduğu qeyd edilib. So high,
Tədbirin sonunda şəhid və qazi övladlarının iştirakı ilə bayram tortu kəsilib. Daha sonra uşaqlara müxtəlif hədiyyələr təqdim olunub. Balacaların üzündəki sevinc və təbəssüm tədbirin ən yadda qalan məqamlarından biri olub. Nizami Rəsulov xüsusi olaraq Dinas TV üçün.